Mən Şərifov Aslan Əloğlu, ehtiyatlı olan xüsusi qüvvələr mənsubu, Vətən Müharibəsi 2-ci qrup ərliyim. Xidmətin əsnasında bir çox xarici dövlətlərdə və öz dövlətimizdə keçirilən bir çox kurslarda iştirak etdim. Misal üçün Türkiyə, Gürcüstan, İsveç kimi ölkələrdə beynəlxalq tədbirlərdə iştirak etdim. Daha sonra 2016-cı ildə Şanlı Aprel döyüşlərinin iştirakçısıyam. Həmən döyüşlər Talış-Kənd istiqamətə gedən döyüşlərdə iştirak etmişəm. 27.09.2020-ci tarix Cənab Ali Baş Komandanın əks hücum əməliyyatı zamanı Füzuli rayonu Alxanı istiqamətində düşmənin cəbhə xəttinin yarılmasında iştirak etdik. Cəbrayıl rayonu azadlığına gedən döyüşlərdə iştirak etdim. Həmən döyüşlərdə düşmən tərəfindən atılan snayper atəşi nəticəsində sağ qolumun aşağı üç dəbilindən ağır yaranaraq döyüşü dayandırmaq məcburiyyətinə qaldım. Cənab Ali Baş Komandan tərəfindən Cəbrayıl rayonu azad olunması medalı, Füzuli rayonu azad olunması medalı və ordenlərlə tərtib olunmuşam. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mən və mənim timsalımda olan 20 nəfər xüsusi qüvvələr mənsubu dost mərkəzlərində müvafiq vəzifələrə təyin edilmişdir. Hal-hazırda 4 saylı Bakı Dost Mərkəzində inzibatçı vəzifəsində vətənimə, millətimə, xalqıma xidmət edirəm. Onu da qeyd etmək istəyirəm ki, sağ qolum əmək qabiliyyəti olmasa belə hər zaman xəyalımda və arzusunda olduğum ali təhsilə yiyələnmək olur. Bunun üçün hər zaman öz üzərimdə hazırlaşmışam. Mən Bakı Korporasiya Universitetinin Sosial İşçilər fakültəsinə qəbul olmuşam. Hal-hazırda təhsilimi həmən universitetdə davam etdirirəm. Bildirmək istəyirəm ki, əlillik məhdudiyyət deyil, qarşısına qoyulan məqsədin dalınca getməyini arzu edirəm.